2015-ci ilin məhsulu üçün ötən il Lerikdə 1196 hektar sahədə payızlıq bitkilər əkilib. Bunun da 1175 hektarını buğda təşkil edib. Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev deyir ki, bu mövsüm əkin sahələrinin daha da artırılması planlaşdırılır. Məhsul istehsalçılarına ödənilən subsidiyanın 25% artırılması, məhsul istehsalçılarında bu sahəyə olan marağı bir daha artırıb. Bunun bariz nümunəsidir ki, sahalarda qızğın iş gedir. Əlverişli hava şəraiti imkan verir ki, bu il biz əkin sahalarını keçən ilkinə nisbətən 2 dəfə artırıq. Hazırda ərazidə 3 texnika və işçi heyəti çalışır. Təsərrüfat sahibi Mirağa Məmmədov bildirir ki, ötən il o payızlıq buğda üçün 47 hektar sahə ayırmışdısa, bu il əkini artıraraq 53 hektara çatdırıb. Bu il məhsuldarlığın keçən ilə nisbətən yüksək olacağı gözlənilir. Keçən il məhsuldarlıq yaxşı idi, yüksək idi. 1 hektara 30 sentiner buğda məhsulu yığa bildik. Bu il yenə gözləyirik yüksək məhsuldarlıq. Şumlamadan sonra buğda səpini başlanacaq və sonra da gübrə veriləcək. Bildirək ki, şumlamadan sonra kəltənləri yumşaltmaq məqsədi ilə diskləmə və malalama aparılacaq. Daha sonra buğda səpinə başlanılacaq. Nuranə Tərlan qızı, Hicran Şükürov, Lerik.